Kısa bir abadlı şahlar. Herkese olsun salam, Qəmlidir mövzum tamam. İgidlər məkanından, Cəlləbad ünvanından, bu yaddaşda daimi lirik oran sakini. Bizim əziz igiddən, söhbət edim şəhiddən. Bizim Cəlləbad elin, uzun təpə kəndinin 6 Mart həmin fəsil 99-cu il. Sakit işıqlı axşam, hava açılmamışdı tam. İgid gəldi dövrana, həmin bu el ünvana. Valideyn qonşular, eylədi çox arzular. Böyük bir ümid olar, ilahi pərverdigar. Xəyyamı bu ünvana, bəxş elədi dövrana. Böyüdükcə sevildi, o hamıdan seçildi. Zəiflərə ziləndə, haqsızlıq görəndə dərhal irəli çıxardı, öz səsini çıxaradı. Günlərin bir günündə, bir dənə çayın dibində ilişmişdi bir uşaq, ora yığılan ittifaq. Çəkinsə də gəl amma, xəbər çatdı xəyyama. Atdı özün qabağa, köməyin etdi uşağa. Atası gözlərində yaş, danışdı yavaş yavaş. Dedi ki böyük ürək var, ya alim ya igid olar. Dinli imanlı xəyyam, əli Quranlı xəyyam. Danışmazdı yalanda, nə oxudusa Quranda. Dostlarına deyərdi, məsləhətin verərdi. Adı fəxirdi daimi, bir gün tarix müəllimi. Dedi ki biraz zəifsən, çalış biraz da öyrən. Bu sözü deyib söylədi, gülümsəyib söylədi. Müəllim etmə aman, vaxt gələcək bir zaman. Tarixi yazacam mən, fəxr eləyər bu məskən. Müəllim də dinlədi, dedi bu qoçaq fərqlidir. Sevimli cəsur oğlan, belə seçildi hər zaman. Ötdü illər ay fəsil, 2017-ci il. Bir il yarım müddətə, getdi vətənə xidmətə. O tərtərdə nəhayət, 703-də xidmət. Mərdli cəsarəti ilə, o öz məharəti ilə. O vətənpərvər oğul, seçildi əsgər oğul. Həm danışıb gülərdi, dostlarına deyərdi. Bu əsgərlik imtahan, bizim üçündür çox güman. Siz heç zaman qorxmayın, geriyə addım atmayın. Çatmışıq həmilə 2018-ə, həmin bəlalı gündə, Martın 23-ündə. Bahar gəlmədi biz üçün, şəhid oldu vətən üçün. Bilmirəm deyim necə, həmin qaranlıq gecə. O döyüş yolunu seçdi, düşmən hücuma keçdi. Döyüşdü son nəfəsəcən, sonda sağ olsun vətən. Söyləyərək sözlərin, yumdu əbədi gözlərin. Qəhrəmandı, igiddi, unudulmaz şəhiddi. Getdi şəhid cənnətə, ucalmış şəhadətə. Gözümün önündə keçdi, bir neçə gündə keçdi. Güllələr bədənində, bu doğma məskənində. Bükülmüşdü bayrağa, tapşırıldı torpağa. Qəm oldu ünvanları, minlərlə insanları. Gördük həmin dəfində, bu ünvanın özündə. Cəmaət ağlayırdı, ürəyini dağlayırdı. Şəhidinin məzarında, məzarın kənarında. Yorulub artıq atası, gəldi yazıq atası. Bir asta səslən dedi, gözləri yaş söylədi. Çətindi gətrim dilə, məzara son mənzilə. Heyf ki saldıq yola, gözləri yaş dola dola. Zamanında demişdim, mən bunu söyləmişdim. Ol böyük igid olar, bilmədim şəhid olar. Ömrümü dərd apardı, gör neçə mərd apardı. Hamı məzarda idi, müəllim orada idi. Üz çevirib gənclərə, dedi xəyyam dərslərə. Zəif hazırlaşırdı, dərslərində şaşırdı. Amma bizim qəhrəman, tarixə oldu dastan. O xəyyamın mərdliyi, xəyyamın igidliyi dillərə dastan oldu, nümunə insan oldu. Hər bir sözü tam idi, Rızayev xəyyam idi. O öz yurduna bağlı, Rızayev Pənahoğlu. Yazdı şəhid dastanın, fəda eylədi canın. Bu el üçün, bu vətən üçün, bu bağçın, bu kəmən üçün. Ruhuna rəhmət olsun, məkanı cənnət olsun. Ey Azərbaycanlılar, şəhid adında qürur var. Unutmayaq biz gərək, onları yad eyləyək. İmam Əli xahiş etdi, yaz adını şair dedi. Bu da yazıldı yaddaşa, həsr elədi qardaşa. Saftı şəhadətdədir, məkanı cənnətdədir. Bizə
Ölsə də fəxir ad olsun, ruhu həmişə şad olsun.